Salam, hörmətli müəllimlər və abituriyentlər. Bildiyiniz kimi 25 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi 3-cü qruplar üzrə qəbul imtahanı həyata keçirdi və həmin imtahanda tarix fənni üzrə istifadə olunmuş bu test tapşırığında etalon cavab olaraq 2-3 göstərilib. Bu isə doğru cavab deyil. Ümumiyyətlə bu sual doğru deyil və cavabı yoxdur. Ona görə də bütün abituriyentlər üçün doğru hesablanmasını deməli düşünürəm. Buna qısa şəkildə baxaq. Niyə belə olduğunu, niyə belə düşündüyümü qısa şəkildə izah edeyim. Deməli, sualın şərtində elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin. Əvvəlcə şərtə baxaq. Deməli, sıraları müəyyən edin. Sıralar müəyyən olunması tələb olunursa, deməli, burada minimum 2 cavab seçmək lazımdır. Çünki tək cavab olduqda bu sualın şərti bu formada olmalı deyildi. Sualın şərti ilə qurulmalı idi ki, həm tək və yaxud da ki, 2 seçim olduğu hər ikisi verilməlidir, yəni sualın şərtində. Burada sıralar yazıb, yəni minimum 2 cavab tapmalıyıq. Həsən bəy Rumlu 15-ci əsrdə yaşamış məşhur tarixçidir. Bu yanlışdır. 16-cı əsr olmalıdır. Həsən İskəndər bəy Münşi Bişah 1-ci Abbasın hərbi yürüşlərində iştirak etmişdir. 2-də doğrudur, yəni 2-də heç bir problem yoxdur. Məhəmməd Tahir Vahid Şah 2-ci Abbasın vəziri olmuşdur. Bu yanlışdır. Çünki Məhəmməd Tahir Vahid 2-ci Şah Abbasın tarixçisi, amma Şah Süleymanın dövründə vəzir vəzifəsinə təyin olunub 1691-ci ildə. Kəmaləddin Behzad isə Maral rəsxanasında astronom kimi fəaliyyət göstərib. Yanlışdır. Kəmaləddin Behzad rəssamdır və Şah İsmailin dövründə kitabxana rəisi təyin olunmuşdu. 4-də yanlışdır. Deməli, burada doğru sıra yalnız 2-dir. Açıq tipli sualdır. Doğru cavab yalnız 2-dir, amma biz burada sıralar dediyi üçün şagird, abituriyent avtomatik olaraq burada 2 cavab seçəcəyini düşünür. Ona görə də sualın şərti yanlışdır və bu sualda bir cavab yox, 2 cavab olmalıdır. Halbuki bir cavab var. Dövlət İmtahan Mərkəzi etalon olaraq 2 və 3-ü qeyd edib, amma 3 doğru cavab deyil. Niyə? Buna baxaq. Deməli, 8-ci sinif Azərbaycan tarixi dərsliyi deməli 36-cı səhifə olmalıdır, səhv eləmirəmsə. Deməli, burada bu abzasa baxırıq, işarələnən abzasa. Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuş Məhəmməd Tahir Vahidin türkcə divanı Berlin kitabxanasında saxlanılır. Deməli, bizə burada hansı məlumat lazımdır? Şah Süleymanın hakimiyyəti dövründə baş vəzir olmuş Məhəmməd Tahir Vahid. Hansı nəticəni çıxarırıq? Deməli, Şah Süleyman hakimiyyəti dövründə Məhəmməd Tahir Vahid baş vəzir təyin olunub. Göründüyü kimi bu 2-ci Şah Abbasın hakimiyyəti dövrünə yox, Şah Süleyman hakimiyyəti dövrünə aiddir. Ona görə bayaq qeyd etdiyim kimi 3 yanlış idi. İndi bir çox adamı çaşdıran, bir çox müəllimi çaşdıran deməli cümlə həmin kitabın, dərsliyin, 8-ci sinif Azərbaycan tarixi dərsliyinin 37-ci səhifəsində olan cümlədir. Onu da qısaca izah edeyim. Bir çox müəllim təəssüf olsun ki, bu cümləni yanlış təhlil edir, ona görə çaşqınlıq yaradır. Deməli, burada isə bu cümləyə baxırıq sadəcə. Deməli, sadəcə bu cümləyə baxırıq. Bu cümlədə qeyd olunur ki, deməli, Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş. Sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş Məhəmməd Tahir Vahidin tarix rivayət əsəri bu günümüzə qədər bu gün də həmin dövrə dair dəyərli mənbədir. Deməli, burada bu cümlə o demək deyil ki, Məhəmməd Tahir Vahid 2-ci Şah Abbasın vəziri olub. Çünki bu cümlə onu bildirmir. Bu yanlış təhlil olunur bir çox müəllim tərəfindən də həmçinin. Burada Məhəmməd Tahir Vahiddən öncə olan ifadələr səhv eləmirəmsə Azərbaycan dili müəllimləri daha yaxşı bilər. Fe'li sifəti bildirir, yəni təyin edici funksiyanı icra edir. Hansı Məhəmməd Tahir Vahid? 2-ci Şah Abbasın baş tarixçisi təyin edilmiş Məhəmməd Tahir Vahid. Hansı Məhəmməd Tahir Vahid? Sonralar baş vəzir vəzifəsinə qədər yüksəlmiş. Yəni, burada söhbət 2-ci Şah Abbasın onu vəzir etməsindən getmir. Burada Məhəmməd Tahir Vahidi bir növ əlamətlərini sadalayır. 2-ci Şah Abbasın dövründə baş tarixçi olub, daha sonra isə vəzir vəzifəsinə qədər yüksəlib, amma daha sonra elə Şah Süleymanın dövrüdür də. Əvvəlki səhifədə onu mən göstərdim. Orada qeyd olunmuşdu. Əgər Şah Abbasın vəzir olması üçün bu cümlə belə qurulmalı idi. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş. Sonra isə onun vəziri vəzifəsinə qədər yüksəlmiş. Əgər cümlə belə olsaydı, bəli, o zaman 2-ci Şah Abbasın dövrünə aiddir götürə bilərik bunu. Amma
Burada 2-ci Şah Abbasın onu vəzir etməsi ilə bağlı heç bir fakt yoxdur, amma Şah Süleymanın vəzir etməsi ilə bağlı fakt var. Bu cümləni bir çox müəllim də həmçinin yanlış təhlil elədiyi üçün deyirlər ki, 2-ci Şah Abbasın dövründə orada vəzir ifadəsi var. Xeyr, bu cümlə o demək deyil və aydın şəkildə bu, yəni düzgün təhlil edəndə bu görünür. Misal üçün bu səpkidə olan başqa 2 cümlə yazmışam, onun təhlillərinə baxaq. Eyni mahiyyətdə olan cümlələrdir. Birinci cümlə: Şah İsmayılın dövründə başlanmış, sonra isə Amasya sülhü ilə bitmiş Səfəvi-Osmanlı müharibələrinin ilk mərhələsi 1555-ci ildə başa çatdı. İndi biz durub deyə bilərikmi ki, Amasya müqaviləsi Şah İsmayılın dövründə imzalanıb? Xeyr. Burada həmin bu ifadələr Səfəvi-Osmanlı müharibələrinin əlamətlərini bildirir. Şah İsmayılın dövründə başlamış Səfəvi-Osmanlı müharibəsi, Amasya ilə bitmiş Səfəvi-Osmanlı müharibəsi. Yəni bu o demək deyil ki, Şah İsmayılın dövründə Amasya imzalanıb. Eyni zamanda digər cümləyə baxaq. Hülakü xanın məsləhətçisi olmuş, sonra isə vəzir vəzifəsinə yüksələn Nəsrəddin Tusi məşhur astronom olmuşdur. O demək deyil ki, Nəsrəddin Tusi Hülakü xanın vəziri olub. Yəni onu sadəcə əlamətlərini sadalayır ki, hansı Nəsrəddin Tusi Hülakü xanın məsləhətçisi olmuş, hansı Nəsrəddin Tusi vəzir vəzifəsinə yüksələn Nəsrəddin Tusi. Bunu sadalayır sadəcə. Onun fəaliyyət yolu haqqında qısa məlumat verir. İndi biz buradan yola çıxaraq deyə bilərikmi ki, Hülakü xanın dövründə Nəsrəddin Tusi vəzir olub? Xeyr. Sonra dediyi Abaqa xanın dövründə vəzir olub. Bunu hər kəs bilir yəqin ki. Mahiyyətcə bu cümlənin digər nümunə yazdığım 2 cümlədən heç bir fərqi yoxdur. Şah 2-ci Abbasın baş tarixçisi təyin edilmiş, sonra isə baş vəzir vəzifəsinə qədər yüksəlmiş Məhəmməd Tahir Vahid. Yəni bu o demək deyil ki, 2-ci Şah Abbasın vəziri olub. Qətiyyən o demək deyil. Və digər bir neçə mənbəyə baxaq. Deməli heç bir ümumiyyətlə mənbədə 2-ci Şah Abbasın vəziri olması haqqında məlumat yoxdur. Bunu əvvəlcədən qeyd edeyim. Wikipediyadakı məlumatları araşdırsaq, deməli baxaq görək ki, o deməli 2-ci Şah Abbasın sarayının rəsmi tarixçisi, sonra Şah Süleyman Səfəvinin vəziri oldu. Burada da aşağı şəkildə qeyd olunub. Daha sonra Səfəvi dövlətinin vəzirlərinin siyasıdır. Biz bura baxdıqda Məhəmməd Tahir Vahidin vəzirlik fəaliyyəti deməli 1691-1699-cu il aralığında ikinci Səfi elə Şah Süleymandır və Şah Hüseynin dövründə vəzir olub. Və biz 2-ci Abbasın dövründə baxsaq, 2-ci Abbasın dövründə vəzirlərin siyasətində Məhəmməd Tahir Vahid yoxdur. Yəni bütün tarix ədəbiyyatında, elmi ədəbiyyatda da Məhəmməd Tahir Vahid 2-ci Şah Abbasın yox, Şah Süleymanın dövründə 1691-ci ildə vəzir təyin olunub. Sualı tərtib edən də hər halda bu cümləni ya yanlış anlayıb, yanlış təhlil edib, ya da ümumiləşdirilmiş vəsaitlərdən sual tərtib edib. Ona görə bu cür anlaşılmazlıq çıxıb. Səhifə 36-da açıq şəkildə qeyd olunub ki, deməli Şah Süleyman hakimiyyət dövründə baş vəzir olub. Burada da heç bir ziddiyyət yoxdur. Burada sadalanan cümləndə hansı mənada yazıldığını ifadə elədim. Yəni burada 2-ci Şah Abbasın dövründə baş vəzir olması ilə bağlı heç bir fakt yoxdur. Sonra isə ifadəsi elə Şah Süleyman dövrünü bildirir.